Salam bir daha. Bugün New English File kitabının ikinci unitini keçəcəyik. Who knows you better? Səni ən yaxşı tanıyan kimdir? Gəlin başlayaq. Baxırıq birinciyə. Burada gördüyünüz kimi family and adjectives. Family deməli burada ailədən, ailə üzvlərindən söhbət gedir. Bugün onları öyrənəcəyik sizinlə bir yerdə. Baxaq birinciyə. Can you remember this verse? Siz bu sözləri xatırlayırsınız. Do the puzzle in pairs. Puzzle-da biz tapacağıq, o sözləri yerinə qoyacağıq. İndi gəlin baxaq burada nə deyir, boşluqları nə yazmalıyıq. The opposite. Opposite nə dedim? Dedim ki, sizə antonim, yəni əks mənalı söz opposite varsa, əks mənalı söz soruşur. Deməli, of, sin or slim is. Sin nə deməkdir? Sin sözünü tapırıq və ya slim. Bunların ikisi də arıq deməkdir. Deməli, arığın əksi kökdür. Kök qoyacağıq bura. Fat. Fat da kök deməkdir. Dikiyə baxırıq. Your brother's wife is your brothers, yəni qardaş arvadı nə deməkdir? Sister in love. İndi 3-ə baxırıq. Your sister daughter is your. Bacı qızı nə deməkdir? Niece deməkdir. Niece deməkdir, yəni niece qadın cinsidir, nephew kişi cinsidir. Bu ikisini imtahanlarda həmişə düşür və çox zaman çaşdırırlar. Niece qadın cinsidir. Görün, baxın, incə səsləməkdə yadında saxlayın. Nephew kişi cinsidir. Your mother brother deyir ki, ananın qardaşı nə olur? Dayı əmi. Uncle, dayı əmi deməkdir. Aunt, xala, bibi deməkdir. Aunt children, xala uşaqları. Deməli, bütün qohumun uşaqları da xala olsun. Cousin, kuzen sözündən, türklərin kuzen sözündən yadınızda saxlayın, cousin deməkdir. The opposite, yenə əksini tapırıq. Opposite of fair. Fair işıq deməkdir. Dark qaranlıq deməkdir. İşıqlı qaranlıq. The opposite yenə short. Short qısa deməkdir. Onun opposite tall, uzun olacaq. Your brothers, sisters, bunlar nə gedir? Family, ailə üzvləri. İndi baxırıq. Bu nə deyirlər? Puzzle. Baxın, burada birinciyə fat yazdıq, ikinciyə brother yazdıq. Bütün ailə üzvlərini elə sıralamalıyıq ki, uyğunluq olsun. Biz də yazdıq uncle, cousin. Siz də yəni ona uyğun düzəldə bilərsiniz. İndi baxaq B-yə. Deməli, 2. Who do you think knows you better, your family or your friends? Why? Deyirsən, bilirsən, sən ailə üzvlərində sən ən yaxşı bilən kimdir? Read the introduce to the article. Who is Richard? Deməli, biz burada bu suallara cavab vermək üçün mətni oxumalıyıq. Gəlin mətni oxuyaq, sonra baxaq. Burada söhbət anasının və dostunun Richard'a qız tapmasından gedir. Tanış olması üçün partner tapmasından. Görək Richard'ı hansı daha çox yaxşı tanıyır. In our weekly test, single people who are looking for a partner ask the mother and the best friend to help. Yəni onun anası həm də dostu ona kömək edir partner tapmağa. Their mother choose one partner and their best friend choose another. Anası başqa, dostu başqasını tapır. This week single man is Richard Taylor. Musiqiçi Richard, deməli 26 years old musician from Southampton. His mother make choose one girl and his best friend Danny choose anası. Yəni onun yaxın dostu Danny'dən başqasını axtarır ona. Then Rich goes on a date with each girl. Which girl does he prefer? O qızlarla görüşə gedəcək. Görsün hansı qız daha üstündür. Who knows him better, his mother or his best friend? Onu ən yaxşı kim tanıyır? Anası yoxsa yaxın dostu? Who choose the right girl for him? I usually work in England, but sometimes I work abroad. Abroad xaricdə deməkdir. Too. When I am not working, I like going to the cinema and eating nice restaurant. Deməli, I am not very sporty and I don't do any exercise, but at least don't smoke. Burada deyir ki, o İngiltərədə işləyir, tez-tez xaricə gedir. Onun vaxtı olmur sinemaya, yeməyə, restorana getməyə. I think I am open and friendly. I get on well with most people. Get on well, yaxşı yola getmək deməkdir.
But I am sometimes quite shy too. Too həmçinin deməkdir. For example, I don't like going to parties. Deyir, o partilərə getməyi xoşlamır. I prefer to meet friends. O üstünlüyü verir dostlarıyla kiçik qruplara, individual or in small groups, kiçik qruplarla görüşməyə. I like intelligent, funny women who make me laugh. Laugh gülməyi deməkdir. And idealı who love music, mahnı dinləməyi sevir. Physical, I prefer women with dark hair who are not chiller than me. Deməli, o özündən uzun qadınları xoşlamır. And I like women who are good listeners. O onu dinləyici, yəni yaxşı dinləyən qadını xoşlayır. I am sorry that my friend Jenny knows me better than my family. Deyir ki, Deni daha yaxşı bilir ailəsinə nisbətən. Çünki because we often onlar tez-tez talk danışır about girlfriends, onun qız dostu və and the problems we have, problemləri haqqında. I don't usually talk to my family about that kind of things. Ailəsi haqqında. My mom always says that I look for the wrong yanlış deməkdir. Kind of girls, but that's what mothers always say. Ana mənə deyir, sən yanlış qız seçimi edirsən hər zaman. İndi suallara cavab verək mətnə əsasən. Burada soruşur ki, who is Richard? Richard kim idi? Mən bayaq oxudum ki, a single man is Richard, musiqiçi idi, müğənni idi. Who is Danny? Danny kim idi? His best friend, yəni onun da yaxın dostuydu. What do Richard's mom and Danny try to do? Onlar nəyə çalışırdı deyir, try to do. Ona qız tapmağa, düzdür, yaxşı qız tapmağa, choose girls. Mətni tərcümə etdikdən sonra suallara artıq rahatlıqla cavab verə bilirik. Çünki mətni artıq beynimizdə saxlamış oluruq. Amma mətni oxumadan suallara baxanda gərək biz orada sıralamanı axtaraq, bəzən çaşa bilərik. Əgər mətn çətin mətndirsə. What does Richard have to do? Richard deyir, nə etdi? Meet onlarla görüşdü. Lisəyə baxırıq. Burada true or false seçəcəyik. Yəni mətndə bu sözlərdən hansı var, hansı yoxdur, hansı düzdür, hansı düzdür. He sometimes travels with his job. Bu true, çünki o səyahət edirdi. He's friendly and extrovert. Bu da düzdür, dostcanlı idi. He likes music and parties. Bu səhv idi. O partilərə getməyi xoşlamırdı. He prefers women who are short than him. O özündən qısa qızları xoşlardı, düzdür, true. He likes women who talk a lot. O çox danışan qız xoşlardı. Xeyr, əksinə dinləyən qız xoşlardı. He doesn't talk to his family about girls. Deyir, o qızlar haqqında danışmırdı ailəsinə. Düzdür, dostuna danışırdı. His mother doesn't think he is good at choosing girlfriend. Deyir ki, anası ona tapmamışdı onu istədiyi kimi qız. Bu da düzdür, dostu tapmışdı. İndi baxırıq bu səhifəyə. Grammar. Burada deməli, where does he live? Burada mətnə əsasən sualları qururuq. What do you do? O kim idi? He is musician. Where does he live? In England and abroad. Harda yaşayırdı? Do you smoke? Bir o siqaret çəkirdi. No, he doesn't. Do you exercise? O idman edirdi. Yox, etmirdi. Biz burada qara yazılara baxıb ona uyğun sualı qoyuruq. What kind of woman do you live? Do you like intelligent and funny ones? Burada da nəyi soruşur? Anasının qızı. Does he talk? Anasına deyirdi, yox demirdi. İndi baxırıq bura. Burada Richard bu şəkilləridir. Yaxın dostu və anasının. 4-də nə deyir bizə? Listen happened. Burada mətnə qulaq asmaqdır. O deməli Clara, Nina anasını tapdıq. Deməli, o hansını sevmişdi? Dostunun tapdığını, Clara'nı. Sonra Clara very friendly, düzdür. Who knows Richard better his mom or Danny? Əlbəttə ki, Danny'nin seçini bəyənmişdi. 5-də pronoun, əvəzliklər. Yox, pronoun, sorry, səhv oxudum. Listen and repeat. Deməli, bunu oxuyub
yazını oxuyub əzbərləməliyik. Yəni oxuyub sözləri təkrar etməliyik ki, danışıq qabiliyyətimiz artsın. He works abroad. O xarici işləyir. She likes good food. O ərzaq yeməyi xoşlayır. She laughs a lot. O çox gülür. He plays the piano. O piano çalmağı xoşlayır. He lives in London. O Londonda yaşayır. She does exercise. O idman edir. She watches comedy film. O komedi filminə baxır. He relaxes at night. O bu gecə rahatdır. She dresses very well. O yaxşı geyinir. Burada da how do you do say he she it. He she it. He kişi cinsi, she qadın cinsi, it cansız o deməkdir. Əvəzliklər, şəxs əvəzlikləri form of scarce verbs. Deməli, choose deməli, üçüncü şəxslərdə feillərimiz hər zaman təkdə olur, üçüncü şəxslə işlənəndə. Və təkdə olursa nə olur feillər? Sonuna s artırılır. İsimlə qarışdırmayın. İsim cəmdə olanda sonuna s artırılır. Feillərdə isə feil təkdə olanda sonuna s artırılır. Məsələn, cookdsa cooks olur, godusa goes olur, nodusa nos olur, stopdsa stops olur. Hamısının sonuna s artırılır. İndi baxaq. Burada da zaten isimlərin cəmini soruşur və burada da görürsünüz isimlərin də sonuna cəm üçün s artırılır. Feillər tək olması üçün isimlərə cəm olmaz. Books, friends, girls, language, nice, partners, parties. 6-ya baxaq. 6-da deyir ki, bu deməli, burada görürsünüz yazılıb və qabağı boşluq var. Bunlar da olur name, adımız, age, yaş, job, studies, iş və ya nə oxuyursunuz onu yazmalısınız. Lives in yaşadığınız yer, physical appearance, personality, necə bilirsiniz onu qeyd etməlisiniz. Smoke, çək istəyi onu. Likes, nə xoşlayırsınız onu. Doesn't like, nə xoşlamırsınız onu özünüz üçün qeyd edib təcrübə edə bilərsiniz. Mən burada yazmışam qısaca. Bu səhifə belə bitdi. İndi keçək Wordbook-a. Wordbook-da da Who Know You Better. Burada da yenə ailə üzvü çox asandır. Kitab etdikdən sonra bunu etmək çox asandır. Çünki artıq bilirik də ailə üzvləridir. Baxın, father, mother, ana, ata, uncle, aunt, əmi, dayı, xala, bibi, nephew, niece dedik ki, bacı qızı, qardaş, bacı qızı, bacı oğlu. Brother in love, sister in love, son, girl, oğul, qız. Wife, husband, wife arvadı, husband yoldaşı. İndi complement ise opposite. Yəni ki, əks mənalı yazacağıq. Yəni talkative danışqan, quiet sakit, shy utancaqsa, extrovert çox danışan, generous mədəni, rude kobud, friendly dost, unfriendly əksi, öz şəkilçi an olanda bilin ki, həmin sözün əksidir. Hardworking çalışqan, lazy, tənbəl. İndi baxırıq 2-yə. I like New York. Burada negativ sentence deyəndə adından da bəllidir, negativdir. Yəni mənfidir. Yəni təsdiq yox, inkarda olan cümlədən söhbət gedir negativ deyiləndə. Yəni negativ görsəz bilin ki, həmin cümləni inkara çevirməlisiniz. İnkarda not istəciyi ilə işlənir. I like New York əksi olacaq. I don't, yəni do not da deyilir. Qısaca don't yazılır. Like New York. She works in the city. O şəhərdə işləyir. She doesn't work in the city. He has red hair. He doesn't have red hair. You smoke. You don't smoke. We often go to. You don't often go to. They have lunch at 1. They don't have lunch. Have lunch ifadəsi həmişə birlikdə işlənir. Bunu da yadda saxlayın. Şimdi baxırıq B-yə. Burada do yoxsa does olacaq. Nəyə əsasən seçirik? Does hər zaman üçüncü şəxsdə təklərdə does işlənir. Qalan hamısında do işlənir. She, he, it olanda bilin ki, does olacaq. Cəmdə isə do. When do British banks open and close? Does this bus? Görürsünüz, təkdədir bus, avtobus, bu avtobus. Does this shop? Bu mağaza təkdədir. Does your sister? Sənin bacın təkdədir. Which your supermarket do you usually shop at? Sonra do your parents? Görürsünüz, parents cəmdə olduğu üçün sənin valideynlərin do oldu. İndi səyə baxırıq. Burada da burada yazılan sözləri yerinə qoymalıyıq. Şərtə əsasən mətni düzəltmək üçün. My mother works in bank and she doesn't home until about 700 in the evening. She's very hard working and she often brings her laptop home and close some more work after dinner.
Düz birində doesn't oldu, birində bring oldu, birində does oldu. Çünki burada until deyir ki, mənim anam işləyirdi bankda və o evə gəlməyənə qədər onun işi hard working, çox çalışırdı və o tez-tez laptopuna baxırdı evdə. My father employed, so he does get up the same time as my mom. He stay in bed till mənim atam anam evə gələnə qədər çarpayıda olurdu. My brother is 2 years older than me. He's really into computers. Baxın, he'də has olur. A job with a computer company. Seçici buradan xətt çəkəndə daha asan olur. He doesn't sport, but I love it. Əgər cümlədə but varsa, ya ondan sonraki söz, ya ondan əvvəlki söz inkarda olmalıdır ki, but həmin cümləni idarə edə bilsinlər. My grandfather and get really well also we don't each other very often. He lives in Scotland. In Scotland deməli orada yaşayırdı. İndi 3-ə baxırıq. 3-də də heç. Bunlar sözlərin səslənişidir. Yazılışı yox, səslənişini öyrənmək üçün sözlərə baxdıq necə səslənir. Works, love, watches, lives, does, relax, lives, dresses, washes, runs, starts, sings, knows, rains, likes, teaches, cooks, misses. İndi B-yə baxırıq. B-də burada da yenə sözləri deyilişinə görə seçirik. Talkative. İndi 4-cüyə baxırıq. Reading. Burada true or false, yanlış və doğrunu seçirik yenə. Bunu nəyə əsasən seçirik? Bunu da mətnə əsasən seçməliyik. Aşağıdakı mətnə əsasən, ona görə biz mətni oxumalıyıq. Mətni oxumadan əvvəl gəlin bunu edək. Bu da çıxsın, qalsın təkcə mətn sualı. Partner, isim, noun. Görürsünüz, partner deməkdir. Translate, yəni tərcüməsini biz yazmalıyıq burada. Sport, sport idmandan söhbət gedir. Choose verb, yəni fe'l. Verb, noun isimdir. Adjective sifəti, verb fe'ldir. Adverb də zərfdir. Adverb zərfdir. Fe'ldən sonra işlənir. Sifət isə isimdən əvvəl. Deməli, choose seçməkdir. Prefer, üstünlük verməkdir. Each, hərdir. At last, ən azdır. For example, məsələn, go on date, görüşə getmək. I am sure, mən əminəm. The opposite, onda demişdim, əks. Burada suallar var. Do you have big family? Deyir, sənin böyük ailən var. Siz bu suallara hər dərsi oxuyub bitirdikdən sonra bu sualları oxuyub öz-özünə cavab versəniz, danışmağınız daha da artar. Do you have a big family? Deyir, sənin böyük ailən var. Bu yes or no. Qısa cavab tələb edir. How many brothers and sisters do you have? Deyir, sənin neçə bacı və qardaşın var? Burada sual görürsünüz, have-lə verilibsə, have-lə də cavab verir. I have, məsələn, 2 sisters. Do you get on the well with them? Sən onlarla yaxşı yola gedirsən, bu da yes or no. What does your best friend do? Deyir, sənin yaxın dostun var. O da yes or no. What kind of person he or she? O kişidir yoxsa qadındır? Deyə bilərsiniz ki, my best friend, she is my best friend. İndi keçirik mətni oxuyaq, tərcümə edək, sonra bunu da işləyək, bitsin. Bu arada buna baxaq. Generous, burada nəyi seçirik? Adjective. Generous hansı yolun gedəcək? Qulaq asıb seçməliyik. İndi mən danışa telefondan eyni anda qulaq asa bilmədiyim üçün cavabları qeyd etmişəm. Qulaq asdıqda başa düşərsiniz. Deyir, how to find the perfect housemate. 29% of university students in the UK live away from home and nearly half of them share a house with other students at some time during their studies. Burada mükəmməl ev yoldaşı necə tapmaq olar, ondan danışılır. Birinci, baxaq tərcüməsində. Böyük Britaniyada universitet tələbələrinin 89% evdən kənarda yaşayır və onların yarıya yaxını təhsilləri zamanı bir müddət digər tələbələrlə birlikdə ev paylaşırlar. But how do you know who to share with?
Deyir ki, amma kimlə yaşayacağını necə bilmək olar? It can be a difficult decision. Deyir ki, bu çətin qərar ola bilər. Are you quiet, serious, shy and hardworking? Siz sakit, ciddi, utancaq və çalışqansınız, yoxsa ünsiyyətçil, əyləncəni sevən və səs-küylüsünüz? It an important difference and it can make sharing a house either a great expenses or nightmare. Bu böyük bir fərqdir və bir evi paylaşmağı və ya əla təcrübəyə ya da kabusa çevrilə bilər bir ev paylaşmaq. So next time you are trying to decide who to share a house with, do this questionnaire. Deyir ki, sonra isə mümkün ev yoldaşlarınızdan da bunu etmələrini xahiş edin. Sonra neydi? And then ask your possible housemates to do it. Əgər 4 və ya daha çox suala eyni cavab verirsinizsə, if you give the same answer to 4 or more of the questions, then you shall be fine. Verirsə, deməli hər şey yaxşı olacaq. Verirsə, if more than 3 of your answer are different, then you need to find a new housemate. Əgər 3-dən çox cavabınız fərqli olarsa, onda siz yeni ev yoldaşı tapmaq lazımdır sizə. Burada baxın, deyir ki, I love my clothes off the floor. Deyir ki, mənim paltarlarım döşəmədədir. Bəzən buna özünüz uyğun işarələyirsiniz. Often tez-tez olanlardır. Sometimes bəzən, never də heç vaxt. Yəni ona uyğun işarələyirsiniz burada. Burada nə idi? Hə, indi doğru səhvləri. O burada 11% deyir Britaniyada. Sonra most students share a house with other students. Şagirdlər başqalarıyla yaşayır. Xeyr, bu səhvdir. It's easy to decide who to share with. Onlar asan qərar qəbul edirlər. Xeyr, səhvdir dedik. Difficult, çətin qərar qəbul edirlər. Sharing a house is always good experience. Bu düzdür, yaxşı. The question help you decide who to share a house with. Düzdür, ev yoldaşları kömək edir. Who people are similar are usually happy living in the same house. Bir yerdə yaşayanda əlbəttə ki, xoşbəxt yaşamaq lazımdır. True, bu da düzdür. Bugünkü mövzumuzda bu qədər. Gələn dəfə bu mövzunu keçəcəyik.